Hər şeydən əvvəl onu da qeyd etmək yerinə düşər ki, Astara Cənub bölgəsinin digər rayonları kimi əlverişli iqlimə, gözəl coğrafi mövqeyə malikdir və elə bu gözəllikdən insanların həzz alması üçün də sürətli işlər aparılır. Məsələn, bu il istifadəyə verilən və insanların hədsiz marağına səbəb olan Astaradakı dənizkənarı bulvar kimi. Ümumilikdə 8 hektar ərazini əhatə edən bulvarda həm böyüklərin, həm də uşaqların dincəlməsi, əylənməsi üçün tam müasir istirahət məkanları, oyun meydançaları yaradılıb, atraksiyonlar quraşdırılıb. Astara Park bulvarı Bakı şəhərinin bulvarından heç fərqlənmir. Ona görə ki, axşamlar burada cəmaət gəlir istirahata, uşaqlar, balalarımız burada istirahat eləyirlər. Dəniz qırağında bizdə yəni meşəyə yaxın olduğuna görə bizdə istirahat, təbiət, hamısı yaxşıdır. Lakin Astaraya gələnlərin üst tutacağı tək məkan bulvar deyil. Belə ki, rayondakı 7 turizm marşrutu üzrə turlar təşkil olunur ki, bu zaman qonaqlar qədim və zəngin ənənələri, xalq sənətkarlığı nümunələri ilə məşhur olan məkanlarla tanış ola bilirlər. Bu yerlərə isə çox rahat bir şəkildə səfərlərin təşkil olunması üçün yeni yollar çəkilir. Məsələn, elə bu yaxınlarda istifadəyə verilən 21 yaşayış məntəqəsini birləşdirən Dəqədi-Pəliçeş yolu kimi. Bütün bunlar ondan xəbər verir ki, ötən il 1700 turistin üst tutduğu Astaraya bu il daha artıq qonaq gələcək. Bugün turistlər təkcə meymanxana, turist mərkəzlərində yox, eləcə də şəxsi evlərdə qalırlar və digər məkanlarda istirahət edirlər. Bu da onu göstərir ki, rəsmi statistikadan daha çox Astaraya turist gəlir. Bu həm də bölgələrdə kənd turizminin yeni mərhələyə qədəm qoyması üçün bir stimul ola bilər. Nəticədə həm gələn qonaqların daha sərfəli qiymətə qalıb dincəlməsinə, həm də yerli sakinlərin iqtisadi durumunun yüksəlməsinə səbəb olar. Məhəmməd Rzayev, İmran İqbalıoğlu, Astara.